Hamıya salam dostlar. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərə TikTokda izlənmə hiləsini öyrədəcəm. Bunun üçün hansı hesabı istəyirsinizsə, həmin hesaba daxil olduq və istədiyiniz videoya daxil olduq. Videoya daxil olduqdan sonra paylaşa basıb bağlantıyı kopyalayırıq və geri çıxırıq. Və gördüyünüz kimi 53 baxış var, 54 oldu. Və çıxırıq. Və hər hansısa bir tarayıcıya daxil olduq. Və bura yazırıq. Zefoy. Və axtarırıq. Və burada gözləməliyik. İnternetin sürətinə baxır. Tez də açıla bilər, tezdə. Məndə internet biraz zəifdir. Açıldı. Və buradakı sözləri yazırıq. Reklam çıxa bilər. Reklamları saniyəsini gözləyib çıxın. Və yazırıq. Sizdə hər hansı bir şey yazıla bilər yəni. Və burada gözləyirik. Və buradan nə vurmaq istədiyinizi soruşur. Biz bugün izlənmə vuracağıq və Vives basırıq. Və bayaqlarım kopyaladığımız video linkini buraya yapışdırırıq. Üstündən basılı saxlayıb yapışdırırıq. Və search axtarış veririk. Və 1 dəqiqə gözləməli oluruq. Bu sizdə daha 2 dəqiqə də ola bilər, 1 dəqiqə də ola bilər. Yəni vaxt çox da ola bilər, az da ola bilər. Və gözləyirik. Videonu kəsirəm, 10 saniyə qalmış başlayacağam. Və 5 saniyə qalıb dostlar. Və saniyə qurtardıqdan sonra bir daha search veririk. Və bayaqlarım video neçə baxış gəlmişdi onu göstərir. 54. Məndə 54 baxış gəlmişdi və bunun üstünə basırıq. Və gözləyirik. İndi 1000 baxış göndərildi. İndi keçirik TikTok hesabına. Və gördüyünüz kimi 1000 baxışdan çox baxış gəldi. Və bayaq 54 baxış idi, indi isə 1126 baxış oldu. Belə videoların gəlməyi üçün kanala abunə olun, dəstək olaq, yorum yazaq. Nəsə qaranlıq bir məqam qalsa yorumlarda yaza bilərsiniz. Sağ olun, salamat qalın.